Hal-hazırda sizə məlumatlar gəlir. Üzgünsüz, qəlbiniz qırılıb, küsmüsüz, məyus olmusunuz. Amma alanınıza çox sayda məlumatlar gəlir. Zamanında verdiyiniz sualı indi sizə alanınız qaytarır. Sadəcə əgər cavabları doğrudan da almaq istəyirsinizsə, onda diqqətli olmaq lazımdır. Hal-hazırdakı vəziyyətinizdən zamanla çıxacaqsınız. Yavaş-yavaş səbirli olmaq lazımdır. Bir müddət durğun vəziyyətdə qalmışsınız, məyus olmuşsunuz kimləsə, kimsə sizin не оправдал ваши надежды, то есть ümidlərinizi doğrultmayıb. Etdiyiniz təklifləri qəbul etməyib və yetərincə dəyərləndirməyib. Bu da sizi üzür və uzaqlaşırsınız. To есть soyuq, neytral və soyuq enerjidəsiniz. Soyuqluq göstərirsiniz. Sıfırlanırsınız, vecdsizsiniz və hansısa bilgilər sizə açılır və hansısa gizli bilgilərin, əslində bilirsiniz sizə hansısa bilgilər açılır, sadəcə səbirlə gözləyirsiniz. То есть вы ждете какую-то информацию тайную, тайные знания, какие-то у вас зависимости могут быть, və yaxud da siz bağlılıqlarla, asılılıqlardan uzaqlaşırsınız və təmizlənirsiniz. Köhnə, sonraki peşmançılıq fayda vermir deyirsiniz siz və özünüzə qapayırsınız və üzürləri qəbul etmirsiniz. Gələcəyə addım atırsınız. Nədir? Hal-hazırda durumunuz odur ki, indi stabil vəziyyətdə deyilsiniz. С каким-то императором освобождения, то есть hansısa imperatorla. Ola bilsin ki, kimdəsə tanışlıq ola bilər internet üzrə, to есть sosial şəbəkələrdə. Ola bilsin ki, kimsə azadlığa qovuşur. Və yaxud da hansısa imperator azadlığa qovuşur. Bu ilahi məhkəməsi hər kəsə aid deyil. Bax, məhz bu imperator məsələsi. Bilirəm. Aid olmayanlar da özünə aid və siz zəfər çalırsınız, öz həyatınızın büyücüsüsünüz. Hal-hazırdakı yuxusuzluq, apatiya, bu vəziyyətlərinizi sizə sadəcə istirahət etmək lazımdır və hansısa şəfalama prosesindəsiniz, özünüzə qulluq, dərinizə qulluq, bədəninizə, məbədinizə qulluq lazımdır. Hal-hazırdakı sizin daxili və emosional kaçeli, yelənçiləri imkan verməyin, emosional kaçelilər yaşayasınız. To есть gəh əsəbi, gəh sakit, gəh sevincli, gəh kədərli bu şeyləri çalışın ki, uzaq edin. Və indi hal-hazırda mesaj gələ bilər sizə. Quşlar, havadan məlumat ala bilərsiniz. Bu həmçinin mesaj ola bilər və nəsə tez bir, sürətli bir cavab ola bilər. Hal-hazırdakı zamanında verdiyiniz sualları indi bir anda, məsələn, bir dəqiqədə 5 sualınıza cavab ala bilərsiniz. Gələcəyə addım almaq üçün sizə yollar göstərilir. Öz gücünə keçid alırsan. Transformasiya yaşayır kimsə. İndi səninlə baş verənlər boş yerə deyil. Keçmişsən, bitirsən, yeni sən yaranırsan, keçmişə tamamilə qapını bağlamısan, şəfalanırsan və cavab gözləyirsən və yaxud da kimdənsə cavab gözləyirsən və yaxud da göstərdiyin sevginin, göstərdiyin diqqətin cavabını gözləyirsən. Hal-hazırda dediyim kimi özünü soyuq uzaqlaşmısan və soyuqluq göstərirsən kiməsə. Ne to, что bilmirsən, bilirsən. Prosta hal-hazırda sənə təklif olunanlar sənə